Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulü Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Əmmə ba'd. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqdatan min lisani yafqahu qawli. Bugünkü dərsimizdə inşallah ötən dərslərimizin davamını keçəcəyik. Biz ötən dərslərimizdə La ilahe illallah kəlməsinin şərtləri haqqında danışmışdıq. Və dedi ki, La ilahe illallah kəlməsinin 7 şərti var. Bildiyimiz qədər 7 şərti var La ilahe kəlməsinin. Və hansılardır, kim deyər? Hansıları götürmüşük biz? Biz 4 şərti götürmüşük. Elm, yəqin olmaq, ixlas və sidq. Qalıb bizdə 3 şərt. Bugün danışacağıq inşallah məhəbbət haqqında. Məhəbbət haqqında, yəni La ilahe illallah kəlməsinə aid olan sevgi məsələləri. Demək, 5-ci şərt məhəbbət. Yəni, bu kəlməyə qarşı və bu kəlmənin ehtiva etdiyi məna haqqında insanın qəlbində sevgi olması. Yəni, nə mənada? Əgər biz La ilahe illallah kəlməsini deyiriksə, bizim qəlbimizdə bu kəlmə ilə mücərrəd bir söz olaraq deyilməməlidir. Biz bu kəlmənin həm özünü, həm o kəlmənin mənasını, yəni hansı mənaya dəlalət edir, o keçdiyimiz o yəqinlə, elmlə, ixlasla, sadiqliklə, bütün onları cəm eləyərək bizdə bu kəlməyə qarşı bir sevgi olmalıdır. Və bu kəlməni sevmək nə deməkdir? Bu kəlməni sevmək, onun tələb etdiyi mənaya əməl etmək, onu qəbul etmək, onunla razılaşmaq və s. Yəni, bu mənada bu kəlməyə sevgi olmalıdır. Sevginin şərt olması haqqında, bu kəlməyə sevginin şərt olması haqqında Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki: "Və minən-nasi men yettexizu min dunillahi andadan yuhibbunahum kahubbillah vellezina amanu əşəddu hubban lillah." İnsanlardan bəziləri və insanlardan elləri var ki, Allahdan başqa özlərinə köməkçilər götürərlər. Yəni, bütlər, ağaclar və s. köməkçilər götürərlər. Və onları Allahı sevən kimi sevərlər. وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ. Amma iman gətirənlər isə Allahı daha çox sevərlər. Bu Bəqərə surəsi 165-ci ayədir. Başqa bir ayədə Allah Subhanahu buyurur ki: "Ya eyyuhellezine amenu men yertedde minkum an dinihi fesawfa ya'ti Allahu biqawmin yuhibbuhum ve yuhibbunahu azilletin alel mu'minina a'izzetin alel kafirin yücahidun fi sabilillahi ve la yakhafuna lawmata laim." Allah Subhanahu buyurur ki: "Ey iman gətirənlər, sizlərdən kim dinindən dönərsə, yəni mürtəd olarsa, Allah Teala onların əvəzində, yəni o dindən dönənlərin əvəzində elə bir qövm gətirər ki, onlar Allahı sevər, Allah da onları sevər. Və həmin o qövm möminlərə qarşı təvəzzükar, kafirlərə qarşı isə əzimkar olarlar. Onlar Allah yolunda cihad edərlər və bu yolda heç bir işdən qorxmazlar. Bu, Əl-Maidə surəsi 54-cü ayədir. Demək, bu hər iki ayədə, yəni Bəqərə 165 və Əl-Maidə 54-cü ayələrdə gördüyünüz kimi ayələrdə sevgidən danışılır. Və həmin ayələri inşallah qarşıda biz izah edəcəyik. Sünnədən isə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində gəlir ki, Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki: "Thalathun men kunna fihi vecede halavetel iman." Kimdə 3 xüsusiyyət olarsa, o imanın şirinliyini dadmış olar. Yəni imanın o gözəlliyini, şirinliyini hiss edər. "Ən yekunallahu və rasuluhu ahabba ilayhi mimma sivahuma." Birinci, Allah və Rasulü onun üçün hər şeydən sevimli olmalıdır. Hər şeydən sevimli olmalıdır. Və ən yuhibbəl mər'a la yuhibbuhu illə lillah. Və kimisə sevirsə, onu yalnız Allah üçün sevərsə. Və ən yəkrahə ən yauda fil kufri ba'də id ən qadahullahu minhu kəmə yəkrahə ən yuqdəv finnar. Cəhənnəmə atılmağı xoşlamadığı kimi, bir daha küfrə qayıtmağı da xoşlamamaq. Yəni, necə ki, cəhənnəmə düşmək istəmirsənsə, o cürdə küfrə qayıtmamağı istəməməlisən. Yəni, nifrət eləməlisən küfrə və ona qayıtmağı. Necə ki, hər kəs cəhənnəmə düşməkdən nifrət edir.
Demək ki, bu üç xüsusiyyət olarsa, insan imanın şirinliyini dadmış olar. Yəni, Allah və Rasulü ona hər şeydən əziz olmalıdır və bir kəs sevəndə Allah üçün sevməlidir və bir də küfrə qayıtmağı istəməməlidir. Necə ki, cəhənnəmə düşmək istəmir, eləcə də küfrə qayıtmağı istəməməlidir. Bu hədis də Buxari və Müslimlə rəvayət olunur. Demək ki, kəlmə tövhidi, yəni la ilahe illallah kəlməsini sevmək iki əsasla hasil olur. Yəni, insan iki əsasla bu kəlməni sevə bilər. Birinci, ibadəti sırf Allah üçün etmək. Yəni, bu kəlməni sevmək üçün, yəni bu kəlməni sevməyin əlamətlərindən odur ki, insan ibadəti sırf Allah üçün etməlidir, heç bir şərik qoşmalıdır. Yəni, artıq insan tək Allah ibadət edirsə, artıq onda nə var? Bu kəlməyə qarşı sevgi var. İkincisi isə şirki tərk eləmək. Yəni, şirki, bütləri, daşları və s. onları tərk eləmək. Yəni, biri var, Allah şərik qoşmursan, amma məsələn, deyək ki, bir insan xristiyandır, İslamı qəbul edib. Məsələn, evində xaç var. O artıq xaça ibadət eləmir. Amma xaçdan üz də döndərmir. Bu problemdir. Yəni, əgər o tövhidi qəbul edibsə, artıq o xaçdan üz döndərməlidir. Yəni, evində xaç saxlamamalıdır. Həmçində, başqa bir halda, o şey ki, Allaha şərik qoşulur, insan ondan deyilməlidir, tamamilə üz döndərməlidir. Ona görə, yəni, alimlər deyirlər ki, dinin əsası iki şeydədir. Birinci odur ki, Əl-əmr bi ibadətilləhi vahdehu lə şərikə ləhu. Allaha, təkcə Allaha ibadət etmək haqqında əmr. Yəni, dinin birinci əsası budur ki, təkcə Allaha ibadət etmək haqqında əmrdir. Yəni, bu şəriətin birinci dirəyidir ki, Allah Subhanahu bunu əmr edir. Və bu əsas üzərində insanların bir-birini sevməyi, bir-birinə dostluq eləməyi və kim bundan üz döndürərsə, o insanların dindən çıxmasına etiqad etməyi. Yəni, kafir olduğuna etiqad etməyi. Yəni, insanın birinci dostluğu və düşmənliyi və ya sevgisi və nifrəti bu əsas üzərində olmalıdır. Yəni, sırf Allaha ibadət etməyi məsələsi üzərində, yəni tövhid üzərində olmalıdır. Birinci, o dostluq və ya nifrət hissləri insana bu əsas üzərində qurulmalıdır. İkincisi isə Aleykümselam. İkincisi isə şəriətin ikinci əsası, hansı ki, onun üzərində qurulub şəriət, şirkdən və Allaha şəriklikdən, hər şəriklik olan şeylərdən hamısını çəkindirmək. İkinci, bu əsasdır. Yəni, biz kəlmə-i şəhadət götürənlər, la ilahə illallah. La ilahə hissəsi, yəni bütün nə ki şirklər var, hamısını çəkindirməkdir. Yəni, bu dinin bir hissəsidir. İllallah isə bir ayaq dediyimiz birinci hissəsi. Yəni, təkcə Allah ibadət etmək əmri. Yəni, iki hissə bütün şəriətin əsasını təşkil edir. Allah Subhanahu Quran kəmdə buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ أَنْدَادًا. Allahdan, elə insanlar var ki, Allahdan başqa özlərinə köməkçi götürürlər. Yəni, ortaqlar götürürlər, şəriklər götürürlər. Bu ayə haqqında bu ayənin ətrafında, yəni əvvəlində və sonrasında Allah Subhanahu bir çox ayələr gətirib ki, həmin o ayələr Allah Subhanahu təkliyinə işarə edir. Yəni, Allah Subhanahu özünün təkliyindən danışır, tövhidindən danışır və sonra Allah Subhanahu bu ayəni gətirir və bununla Allah Subhanahu bildirir ki, məndən başqa nə ki, o şəriklər ki var, onların heç biri sevilməməlidir. Yəni, insanların ki, mənə ortaq qoşduqları var, onların heç biri sevilməməlidir. Yəni, o tövhidin tamamlanması üçün nədir? Sevginin olması şərtdir. Yəni, insan kimi sevməlidir təkcə? Sevməlidir Allah Subhanahu və nifrət eləməlidir Allah ilə birlikdə ibadət olunanlara. Yəni, bunlar bir-birinin əksini təşkil edir. Kimdə Allah Subhanahu sevgi varsa, onun əksi də mütləq olmalıdır. Yəni, Allah Subhanahu sevirsən və biraz da filan şeyi, yəni ibadət olunanlardan gedir söhbət, onları sevmək olmaz.
Yəni, bu, əgər kim ortaqlıq edərsə, onun tövhidində böyük bir nöqsan vardır. Və Allah Subhanahu başqa bir ayədə götürdük. وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ Allah Subhanahu buyurur ki, iman gətirənlər Allahı daha çox sevərlər. وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ Yəni, iman gətirənlər Allahı daha çox sevərlər. Allahı kimdən çox sevərlər? Allahı kimdən çox sevərlər? Bu haqda alimlərin iki rəyi var. Bir rəydə alimlər deyirlər ki, onlar Allahı müşriklərin sevdiyindən daha çox sevərlər. Yəni, müşriklər Allahı sevirlər. Amma möminlər müşrikləri o sevgidən daha çox sevirlər. Yəni, müşrik də Allahı sevir. Amma nə edir? Ortaq qoşur sevgidə. Amma möminlər isə Allah Subhanahu sevirlər, lakin xalis sevirlər. Yəni, Allah Subhanahu sevgisində heç kəsə ortaq qoşmurlar. Birinci məna budur ki, onlar Allahı sevirlər, lakin müşriklərdən daha çox sevirlər. Çünki müşriklərin sevgisi ortaqdır. Möminlərin sevgisi isə xalisdir, sırf Allah Subhanahu aiddir. İkinci məna isə təfsirçilər deyirlər ki, وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ Yəni, müşriklər öz ilahlarını necə ki sevirlər, möminlər Allahı o sevgidən daha çox sevirlər. Yəni, müşriklər öz ilahlarını sevirlər, elədir, yoxsa yox. Yəni, ibadət etdiklərini sevirlər. Bəzi təfsirçilər deyirlər ki, burada yəni, müşriklər öz ilahlarını ki sevirlər, möminlər o sevgidən daha çox Allahı sevirlər. Yəni, o nisbətdə möminlərin sevgisi Allah'a daha çoxdur. Yəni, daha səmimidir, daha ixlaslıdır. Lakin birinci məna daha yaxındır. Birinci məna hansı ki, yəni, müşriklər Allah'ı sevirlər. Amma möminlərin sevgisi, aleykümselam, möminlərin sevgisi onların sevgisindən daha çoxdur Allah'a qarşı. Və bu birinci məna daha yaxındır, daha uyğundur. Və görürsün, məsəl üçün, eyni ayədir, amma təfsir alimləri o haqda iki müxtəlif rəy bildiriblər. Ona görə ədəbdəndir elm öyrənəndə və ya oxuyanda və ya bir şey yanaşanda insan nə-nəsə qane olmasa, o elm əhlinin bütün fikirlərini toplayıb, cəm edib, oradan haqqı daha yaxın olanını götürməlidir. Və ya insan başqa bir qarşı tərəfdə olanı həmişə üzürlü olmağa baxmalıdır ki, onu haradasa nə-nəsə üzürlü saysın. Yəni, belə məsələlər çox deyirsən, burada, məsələn, bu məsələdə ikisi də bir-birinə zid mənalardır. Yəni, birində Allah Subhanahu aid olan sevgi ilə möminlərin və müşriklərin sevgisidir. Amma möminlər daha çox Allah Subhanahu sevirlər. Digərini deyirsən, ümumiyyətlə, Allah'a yox, alimlər ki, orada bütləri olan sevgidən danışır. Yəni, ikisi bir-birinə zid mənalardır. Amma yəni, elmin yolu, elm əhlinin yolu odur ki, belə məsələlərdə onlar baxırlar və daha yaxın olan götürür və qarşı tərəfə də öz ehtiramını, hörmətini itirmirlər. Və həmin bu ayələrdən görsənir ki, Allah Subhanahu məzəmmət eləyir Allaha olan sevgi ilə bərabər başqasını sevməyi. Yəni, bu əməl, hansı ki, Allah Subhanahu buyurur ki, onlar Allah ilə bərabər şərik qoşdularını da sevirlər, Allah Subhanahu onları məzəmmət eləyir bu əmələ görə. Yəni, o insanlar ki, məhəbbəti bölüşdürürlər, həm Allah Subhanahu həm də başqa bir məxluqa, o artıq nədir? O artıq o la ilahe illallah kəlməsinin bir növrəsini parçalanan əməllərdəndir. Və sonra Allah Subhanahu buyurur ki, ya eyyuhellezine amenu men yertedde minkum an dinihi. Ey iman gətirənlər, sizdən kim dinindən dönərsə. Ki Allah Subhanahu sizin əvəzinizdə başqa bir qövm gətirər və s. o ayə ki oxumuşduq. Müəllif bu haqda buyurur ki, bu ayə Allah Subhanahu qüdrətinin kamilliyinə işarədir. Yəni bu ayə Allah Subhanahu qüdrətinin kamilliyini bildirir. Yəni Allah Subhanahu istəsə bir məxluqu yer üzündən silər və onun əvəzində başqa bir məxluq yaradar, yer üzünə gətirər və onu orada hakim edər. Və həmin bu ayədən də görsənir ki, Allah Subhanahu insanları yaratmaqda məqsədi ona ibadət etməkdədir. Yəni insanların bu yer üzündə yaşamağının səbəbi, yaradılmalarının səbəbi ona ibadət etməkdədir. Yəni Allah Subhanahu nə şərt qoyur? Deyir ki, əgər onlar deyir,
onların əvəzinə elə bir tayfa gətirərəm ki, hansılar ki, dindən üz döndərsələr, onlar Allahı sevər, Allah da onları sevər. Onlar möminləri qarşı təvazükar olarlar, kafirləri qarşı əzimkar olarlar, izzətli olarlar və s. Yəni, başqa salih əməlləri xatırladı. Yəni, bunun ayənin məfhumu nədir? Əks məfhumu. Yəni, Allah Subhanahu insanları yaradıb ki, sırf ona ibadət etsinlər. Yəni, insanların yer üzündə qalmağının səbəb dindir. Allahın dinidir, Allah sevgisidir. O vaxt ki, yer üzündən din yox olacaq, necə ki, bilirsiniz, qiyamətin böyük əlamətlərindəndir. O vaxt ki, yer üzündən din yox olacaq, ondan sonra qiyamət qopacaq. Nə qədər ki, yer üzündə din var, iman əhli var, hələ ki, qiyamət qopmayacaq. O vaxt ki, alimlər yox olacaq, elm yox olacaq, din, Quran yox olacaq, ondan sonra qiyamət qopacaq. Və həmin ayədə Allah Subhanahu o möminlər ki var, hansı ki, onlara Allah Subhanahu xitab edir ayədə, həmin o möminlərin 5 xüsusiyyəti var. Birinci xüsusiyyətlər odur ki, Allah Subhanahu həmin o möminləri sevər. Niyə görə sevər? Ona görə sevər ki, onlar öz dinlərində möhkəm olarlar, öz dinlərindən tutunarlar və onlar da Allahı sevərlər. Nə ilə sevərlər? Təsir dinlə yox. Allahın əmirlərinə itaət edib, asiliklərinə çəkinmək. İkinci xüsusiyyət isə həmin ayədə iman əhlinin iman əhlinə qarşı mülayim davranmaq. İman əhlinə qarşı mülayim davranmaq. Yəni, iki müsəlmandırsa, onların bir-birinə qarşı mülayim davranmağı, bir din qardaşı kimi onu görüb, ona mülayim davranmağı, bu artıq nədir? Bu artıq onun həmin o iman gətirdiyi La ilahe illallah kəlməsindən törənən bir xüsusiyyətdir. Üçüncü xüsusiyyət isə əizzətin əl-kəfirin. Onlar kafirlərə qarşı güclü olarlar. Kafirlərə qarşı güclü. Burada güc deyəndə mütləq qol gücü nəzərdə tutulmur. Burada güc hər mənası ilə nəzərdə tutulur. Yəni, əgər məsələn, kafir bir müsəlmanı münaqişəyə çəkmək istəyirsə səbirsizliklə, yəni onu hövsələdən çıxartmaqla, müminin səbir göğsünü nümayiş etdirib, dözümlü olmağı artıq nədir? Onun kafirə qarşı üstün olmağından irəli gəlir və ya başqa bu kimi xüsusiyyətlərlə hətta müsəlman həmişə kafirdən üstün olmalıdır. Dördüncü xüsusiyyət isə Allah yolunda cihad edirlər. Möminlərin xüsusiyyətlərindəndir ki, onlar Allah yolunda cihad edirlər. Cihad etməkdə məqsəd nədir? Allah Subhanahu adını, Allah Subhanahu kəlamını uca tutmaq. Və bu uca tutmaq, yəni əgər bir qövm oturub bir yerdə elm öyrənirsə, onlar nə edirlər? Onlar Allah Subhanahu adını uca tuturlar. Və ya bir qövm ailəsindən, uşağından imtina edib, gedib, həqiqi cihad olan yerdə, səngərdə, yatırsa soyuqda, şaxtada, o da neynir? O da Allah Subhanahu adını uca tutmağa çalışır. Həmçinin, sən öz ailəndə, uşağa tərbiyə verəndə, namaz öyrədəndə, Quran kəlmə öyrədəndə və s. sən neynirsən? Sən də Allah Subhanahu adını uca tutmağa çalışırsan. Yəni, müsəlmanın hər bir həyatının, hər bir güşəsi onun üçün nədir? Onun üçün Allah yolunda cihaddır. Yəni, hətta sənin durub namaz qılmağın belə, o da Allah yolunda cihaddır. Yəni, hər bir sahədə müsəlmanın həyatı cihaddır və cihadın təbii ki, ən ali mərtəbəsi, Peyğəmbər buyurur ki, ən yüksək dərəcəsi odur ki, evindən çıxar, malı ilə və canı ilə gedər və heç qayıtmaz. Yəni, ən yüksək dərəcəsi odur. Amma ondan aşağı cihadın dərəcələri çoxdur. Və hər insan, hər vaxtına, hər zamanına uyğun bu cür əməlini qurur və o cür möminlərin xüsusiyyətinə nail olur. Beşinci xüsusiyyət isə وَلَا يَخَافُنَ لَوْمَةَ لَائِمٍ. Yəni, onlar heç kəsin qınağından çəkinib qorxmazlar. Bu, möminlərin xüsusiyyətindəndir. Yəni, onlar haqqı harada olsa deyərlər. Yəni, haqq onların şüarı olar. Və təbii ki, burada haqqı demək, şəriətin tələb etdiyi qaydada olmalıdır. Şəriətin tələb etdiyi qaydada. Yəni, şəriət ki, bizə icazə verir müəyyən hüdudlarda danışmaq və s. və s. Yəni,
elə insan var ki, məsələn, onun vəzifəsi ancaq təbliğ eləməkdir, dəvət eləməkdir. Onun vəzifəsi hökm kəsmək deyil. Hökm kəsmək də şəriətdəndir. Amma hökm kəsməyi kim kəsə bilər? Hökmü hakim kəsə bilər və ya hökmü kəsməyə layiq olan insan kəsə bilər. Yəni, hər insan özünə uyğun, öz vəzifə borcuna uyğun haqqı deməlidir. Və həmin bu deyilən xüsusiyyətlər ki var, 5 xüsusiyyət, bu 5 xüsusiyyətin tamamı, yəni həyata keçməsi Əbu Bakr Sıddıqın radiyallahu anh vaxtında bir növ həyata keçmişdir. Yəni, o vaxt ki, Əbu Bakr radiyallahu anh vaxtında xilafətə gəldi Əbu Bakr radiyallahu anh və Peyğəmbər s.ə.v ölümü ilə bir çox insanlar dindən döndülər, mürtəd oldular. Və mürtəd olandan sonra Əbu Bakr radiyallahu anh nə elədi? Əbu Bakr radiyallahu anh müsəlman qoşununu topladı və mürtəd olanlara qarşı döyüşdü. Yəni, onları təzədəndən dinə qaytarmağa çalışdı Əbu Bakr radiyallahu anh və həmin o insanlar ki var idi ki, dindən dönmüşdülər, mürtəd olmuşlar. Əbu Bakr radiyallahu anh onları zorla təzdən dinə qaytardı. Yəni, onlara qarşı döyüşdü. Həm orada mürtəd olanlar var idi, amma təbii ki, orada mürtəd olanlar sahabələr deyildilər. Mürtəd olanlar ümumi kütlə idi. Yəni, belə ki, cahil təbəqə insanlar idi. Hansı ki, bəziləri deyir ki, biz zəkat verəcəyik, namaz qılmayacaq. Bəziləri deyir ki, biz nə zəkat verəcəyik, nə namaz qılacaq. Deyir, bunlar hamısı Məhəmməd Peyğəmbərin vaxtında idi. Məhəmməd Peyğəmbər sonra öldü və səlam, bunlar hamısı qutardı. Yəni, bu cür insanlar vardı və elələr də var ki, ümumiyyətlə dini şəriəti inkar elədilər. Yəni, o Museyləmə, yalancı Museyləmə adlı bir nəfər var idi, Peyğəmbərlik iddiasında idi. Həmin onun fitnəsini uyub allanmışlar. Yəni, Əbu Bakr radiyallahu anh onların mürtəd olanların əksəriyyətini təzədəndən İslama qaytardı. Və həmin o ayələrdə, 2 ayədə Allah Subhanahu bizdən birinci tələb edir ibadətdə ixlaslı olmağı. İbadətdə ixlaslı olmağı. İkincisi isə biz həmin ayələrdən bilirik ki, sevgi həm bəndə tərəfindən Allah üçün olur, həm də Allah tərəfindən bəndə üçün olur. Yəni, sevgi qarşılıqdır. Əgər sən Allah Subhanahu sevirsənsə, Allah Subhanahu səni sevir. Allah Subhanahu səni sevirsə, sən də onu sevirsən. Yəni, bu sevgi qarşılıqlıdır. Üçüncü isə, Allah Subhanahu iman əhlini tərifləyir. Nə ilə tərifləyir? Allahı tam sevdiklərinə görə. Yəni, kamil məhəbbət bəslədiklərinə görə Allaha, Allah Subhanahu onları tərifləyir. Yəni, fərq qoyur Allah Subhanahu ki, وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ İman gətirənlər Allahı daha çox sevərlər. Yəni, imanlar nə olar? Kamil olar nə ilə? O kamil sevgi ilə. Yəni, Allah Subhanahu iman əhlini kamil məhəbbətə, sevgiyə görə tərifləyir. Və həmçinin ayələrdən də görsən ki, gözəl aqibət, gözəl sonluq həmişə möminlər üçündür. Haqqında danışdığımız hədisdə isə, o Peyğəmbər s.ə.v ki, buyurur, 3 xüsusiyyət kimdə olarsa, onlarla imanın şirinliyini dadar. Həmin hədis haqqında İmam Nəvəvi rəhməhullah buyurur ki, bu hədis İslamın əzəmətli əsaslarından birini təşkil edir. Yəni, bu hədisdə deyilənlər şəriətimizin əsas hissəsini təşkil edir. İmanın şirinliyi deyəndə, insan etdiyi ibadətlərlə ləzzət alması, yəni həzz alması və həmçinin çətinliklərə qarşı dözümlü olması. Yəni, iman şirinliyi budur. Yəni, insan namaz qılır, namazından zövq alır. Oruç tutur, orucundan zövq alır. Yəni, insan var, namaz qılır, elə məcbur edib ki, bunun ellər namaz qılır və ya oruç tutur. İnsan da var ki, namaz qılır, o namazdan zövq alır və ya başqa ibadətləri edəndə o ibadətlərdən zövq alır və həmçinin çətinliklərə dözmək baxımından da görürsən ki, onun çətinlik gələndə və çətin məşəqqətlər, məsələn, orucluqdur, məsələn, aclıqdan əziyyət çəkir və ya susuzluqdan əziyyət çəkir. Həmin o məşəqqət ona xoş gəlir. Yəni, məşəqqət var insana acı gəlir, məşəqqət var insana xoş gəlir. Yəni, o insana o məşəqqət xoş gəlir. Yəni, bunlar hamısı nədir? Həmin o
imanın ləzzəti deyəndə bu nəzərdə tutulur. Həmçinin imanın şirinliyi odur ki, insan qarşısına çıxan işlərdə yəni Allah Subhanahu rizasını və Peyğəmbər s.ə.v-in rizasını daha üstün tutur, nəinki başqa bir şeylər. Yəni, məsələn, qarşısına çıxır maddi bir mənfəət və digər tərəfdən bilir ki, məsələn, bunu Allah Subhanahu haram edib, Peyğəmbər s.ə.v bunu qadağan edib. O, müqayisə edir. Bu tərəfdə Allah Subhanahu və Peyğəmbər s.ə.v-in əmri və qadağası, digər tərəfdə isə maddi bir maraq. Yəni, şəriətdən haram buyurduğu hər hansı bir yolla pul qazanmaq. İnsan bunların hansını seçərsə, o imanın ləzzəti ondan bilinər. Yəni, əgər bir insan Allah Subhanahu və Peyğəmbər s.ə.v-in buyurduğunu seçirsə və maddi maraqda imtina edirsə, artıq bunda nə var? O imanın şirinliyini artıq o insan nisbətən və bir qədər artıq dadmış olur. Niyə görə? Çünki o, dünya mənfəətini atır qırağa, Allah və Rasulunun dediyini önə çəkir. Qadı İyad Rahiməhullah deyir ki, həmin bu hədis haqqındadır ki, bu hədis mənasında başqa bir hədis var. Zəqə taməl imani mən radiyə billəhi Rabban və bil-İsləmi dinən və bi-Muhammedin sallallahu aleyhi və səlləm rasulə. Kim Allahı bir Rəbb olaraq qəbul edərsə, İslamı bir din kimi və Muhammed Peyğəmbər s.ə.v elçi kimi qəbul edərsə, imanın dadını bilmiş olar. İmanın dadını bilmiş olar. Və sonra Qadir Rəhməli buyurur ki, وَدَرْكَنْهُ لَا يَحْسِحُ الْمَحَبَّةِ لِلَّهِ وَرَسُولِهِ حَقِيقَةً وَحُبُّ الْآدَمِ فِي اللّٰهِ وَرَسُولِهِ وَكَرَاهَةُ الرُّجُولَ الْكُفْرِ إِلَّا لِمَنْ قَوْيَ بِالْإِيمَانِ يَقِينُهُ وَاطْمَأَنَّتْ بِهِ نَفْسُهُ. Buyurur ki, Allaha və Rasuluna həqiqi iman, yəni bir insanın Allaha və Rasuluna həqiqi imanı tamamlanmaz, ta ki insan küfrə qayıtmağa o qədər nifrət eləməsə. Yəni, insan əgər Allah və Rasulunu nə qədər sevirsə, o insanda küfrə qayıtmaq barədə bir o qədər də nifrət olmalıdır. Yəni, insan baxanda keçmişinə, əgər küfürdə, şirkdə olubsa, keçmişinə baxanda bir o qədər nifrət eləməlidir keçmişinə. Ki, onun o keçdiyi o küfür günlər, onun keçdiyi o çirkin günlər necə olmalıdır? Və sonra Rəhmələ buyurur ki, və bu deyir, güclü iman, yəqinli iman, qəlbdə rahatlıq və qəlbin, sinənin genişliyi və qanı və əti və qanı imana qarışmış insanda bu hisslər olar. Yəni, o küfrə qayıtmağın, yəni insan ola bilər, elə bir insan olsun ki, məsələn, iman gətirib, haram şeylərini çəkinib, amma məsələn, o içki içib, məsələn, keflə yatdığı günlərin ləzzətini axtarışıdır, kəşf edir, o günlər bir də qaydardım, məsələn, mən yenə içərdim, kef eləyərdim, və s. və s. Amma qayıtmır ha. Amma neyinir? Görürsən ki, qəlbində ona qarşı istək qalır və ya arzusu qalır. Bunlar nədir? Bunlar imanın naqisliyindən əmələ gəlir. O insan ki, iman onun qanına və ətinə, necə ki, Qadı İyad Rəhmələ buyurur, qarışar, o insan o şeylərə daha çox nifrət eləyər, necə ki, imanı daha çox olarsa. Həmçinin Rəhməllah buyurur ki, Qadı İyad buyurur ki, Allah Subhanahu sevmək, Allahı sevmək, Allah üçün sevmək, Allahı sevməyin səmərəsidir. Yəni, əgər bir insan Allah Subhanahu sevirsə, Allah üçün sevmək də o sevgidən irəli gəlir. Yəni, əgər bir insan Allah Subhanahu sevməzsə, o Allah üçün heç vaxt sevə bilməz. Yəni, Allah üçün sevmək, Allahı sevməyin səmərəsidir. Və Şeyxülislam Rahiməhullah buyurur ki, Şeyxülislam deyəni, yəni İbn Teymiyyə Rahiməhullah nəzərdə tutulur. Həmin hədis haqqında buyurur ki, Peyğəmbər s.ə.v ki, buyurub ki, hədisdə kimdə həmin xüsusiyyətlər olarsa, o onunla imanın şirinliyini dadar və həmin o imanın şirinliyini dadmaq məsələsini açıqlayır ki,
bir şeyin şirinliyini tapmaq həmin o şeyi sevməkdən irəli gəlir. Yəni, imanın şirinliyini tapmaq istəyirsənsə, sən birinci iman gətirdiyini sevməlisən. Yəni, sən əgər Allah Subhanahu sevirsənsə, o sevdiyin, o sevgisindən sən o şirinliyi tapacaqsan. Yox, əgər Allah Subhanahu sən layiqincə sevməsən, sən o şirinliyi tapıb əldə edə bilməyəcəksən. Və sonra buyurur ki, Rahmanullah, kim bir şey sevirsə və ona qarşı çox istəyi olursa və onu əldə edəndə görürsən ki, onu çox sevinir. Onun övgü özünə daha əziz, daha yaxın bilir. Həmçinin də iman da belədir. İman da belədir. Əgər bir insan Allah Subhanahu nə qədər çox sevərsə, onun o sevginin ləzzətini də insan əldə edər və o şeyi sevər. Yəni, o əldə etdiyi o şirinliyi, iman şirinliyini insan sevər. Və o, təbii ki, biz dedik ki, insanın qəlbində əgər Allah Subhanahu sevgisi varsa, sevginin əksi nədir? Sevginin əksi nifrətdir. Və əgər burada müəllif buyurur ki, insanın o küfrə qayıtmamağı, yəni küfrə qayıtmamaq arzusu olması insanın ki, mən bir daha bu küfrə qayıtmayayım, küfrə dönməyeyim. Bu deyir, onda nə vaxt hasıl ola bilər? O vaxt ki, həmin insan qəlbində iman bərqərar olarsa. Yəni, əgər bir insanın qəlbində iman yer alıbsa, artıq onda bu hisslər oyanmağa başlayır ki, mən bir daha o küfrə qayıdan deyiləm və mən bir daha o küfrə qayıtmaq istəmərəm. Yəni, bunu yalnız iman gətirdiyindən sonra, qəlbində iman həkk olunduğundan sonra o insanda bu hisslər oyanır. Həmçinin İslamın gözəlliyini görəndə insan, yəni məsələn, insan əgər deyək ki, zina aləmində olubsa, o İslamın bu iffət gözəlliyini görəndən sonra artıq onda nə olur? O zina hisslərinin qarşı nifrət oyanır. Və ya başqa bir, məsələn, içkinin haram olması, oğurluğun haram olması və çox deyən haram şeylər, hansı ki, onu insan edirdi. Onun əksini İslamda görəndə ki, bu daha gözəldir, daha xeyirlidir, daha faydalıdır, insanda nə olur? Nifrət hissləri bir o qədər çox olur. Buxari və Müslimdə Ənəs radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər s.ə.v-in yanına bir nəfər gəlib soruşur ki, ya Rasulullah, bəs qiyamət nə vaxtdır? Deyir ki, ya Rasulullah, bəs qiyamət nə vaxtdır? Peyğəmbər s.ə.v həmin adamı deyir ki, bəs sən qiyamət üçün nə hazırlamısan? Yəni, belə soruşursan ki, nə vaxtdır? Elə bir başlamağını gözləyirsən. Peyğəmbər s.ə.v ki, nə hazırlamısan? Həmin o kişi deyir ki, mən adətülə həmin kəteyri salatin və ləsiyəm və lə sadaqa. Deyir, mən deyir, nə deyir, çox namaz hazırlamışam, nə çox oruc, nə də sədəqə hazırlamışam. Yəni, elə də çox əməlim yoxdur. Və ləkinni uhibbullaha və rasulahu. Amma deyir, mən deyir, Allah və Rasulunu sevirəm. Yəni, mən Allah və Rasulunu sevdiyimə görə arxanı olan kimi onları sevirəm və mən o sevgini hazırlamışam, yəni qiyamət günü üçün. Və Peyğəmbər s.ə.v buyurur ki, əntə mə'mən əhbəbtə. Sən kimi sevmisənsə, onlarla da olacaqsan. Yəni, Allah s.ə.v sevmisənsə və Rasulunu sevmisənsə, sən artıq o sevdiyinlərlə bir yerdə olacaqsan. Yəni, əmrəmanlıqda olacaqsan. Bu, Buxari və Müslim rəvayət edib. Və başqa bir rəvayətdə gəlir ki, həmin sahabə Ənəs radiyallahu anhu deyir ki, biz dedik ki, ya Rasulullah, bəs biz də həmsinin o cür olacaq, yəni Allah və Rasulun olacaq bir yerdə və Peyğəmbər s.ə.v dedi ki, bəli, yəni deyir ki, biz də Allah və Rasulunu sevirik və biz də elə olacaq. Sahabələr bilirlər ki, Peyğəmbər s.ə.v xas o kişi deyir, necə ki, o Peyğəmbər s.ə.v 70 bin nəfər müjdəliyir cənnətlə. Uqaşa İbn-i Məhsan radiyallahu anh birinci deyir ki, bəs Allah'a dua ki, mən də onlardan olum, deyir ki, sən də onlardansan. Sonra başlayıb, o birisi deyir ki, bəs mən də, o birisi deyir, mən də, Peyğəmbər s.ə.v ki, yox. Uqaşa hamımızı qabaqladılar, çox. Həmçində burada sahabə radiyallahu anh eşləndir Peyğəmbər s.ə.v ki, sən sevdiyinlə olacaqsan qiyamət günü. Orada sahabələr ki, ya Rasulullah, bəs biz də elə olacaq. Peyğəmbər s.ə.v ki, bəli. Və Ənəs radiyallahu anh deyir ki, biz həmin gün deyir, çox deyir, bərk deyir, sevinirdik. Yəni, hamımız sevinirdik ki, Peyğəmbər s.ə.v bizə belə bir müjdə vereyim. Və həmin o hədisin müəllifin gətirməyində məqsəd odur ki,
Yəni, burada Peyğəmbər s.ə.v həmin o sahabə ki, deyir ki, bəs mən Allah və Rasulunu sevirəm. Yəni, o sevginin olmağı ilə, burada sevgi mücərrəd sevgi deyir, yenə deyirəm. Burada sevgi, deyəsən ki, mən Allah və Rasulunu sevirəm, məsələn. Ancaq məsələn, namazları vaxtında qılmırsan, yəni, oruç tutmursan və ya bir gün tutsan, bir gün tutmursan və s. Sonra ki, mən qəlbim təmizdir, mən Allahı və Peyğəmbəri sevirəm. Yox, yəni o sevgi əməlləri bildirməlidir. İnsanın əməlləri varsa və əməlləri eləməyə çalışırsa, o sevgidən onda əlamətlər olmalıdır. Yəni ki, öz həyatında əlamətləri görsənməlidir. Sonra müəllif burada hədisdə gələn söz haqqında danışırdı ki, Allah və Rasulü ona başqalarından daha sevimli olar. Yəni, burada Allah və Rasulunun bir yerdə gəlməsi haqqında, yəni Allah və Rasulü bərabərlikdə gəlib burada və bu haqda müəllif biraz açıqlama gətirib ki, Beydavi adlı alim deyir ki, burada hər iki tərəfin, yəni Allahın və Rasulunun birlikdə deyilməsi, bağlayıcı ilə bərabərliyi bildirən bağlayıcı ilə deyilməsi burada bərabərliyi bildirmir. Yəni, Allah s.ə.v ilə Peyğəmbər s.ə.v bərabər deyirlər. Yəni, Allah s.ə.v yaradandır, xaliqdir. Peyğəmbər s.ə.v nə deyir? Bəşərdir, insandır, məxluqdur. Yəni, o Allah s.ə.v ilə Peyğəmbər s.ə.v bərabər tutmaq düzgün deyil, yəni, o mənada. Amma hədisdə də o mənada deyilmir ki, Allah s.ə.v və Peyğəmbər bərabərdirlər sevgidə, itayətdə və s. Xeyr, Allah s.ə.v-ın sevgisi ən alidir, ən yüksəkdir. Peyğəmbərin sevgisi, Peyğəmbərə itayət, o itayətin, o sevginin içərisindədir. Yəni, Peyğəmbəri sevmək, Allah s.ə.v sevməyin içərisindədir. Yəni, o, ondan aşağı mərtəbədədir, amma o da ondandır. Aydındır. Amma Allah s.ə.v və Peyğəmbər s.ə.v-in birlikdə, bərabər, eyni sevgili olması, bu yanlış fikirdir. Və bu, həmin o hədisdə də dediyimiz mənadan irəli gəlir. Beydab Rəhmanı deyir ki, bir şeyi sevmək, yəni Allah s.ə.v məsələn, əgər bizə bir şey əmr edibsə ki, onu biz itaət edək, əmri varsa, əgər biz onu seviriksə, bizim o şeyə olan sevgimiz kimin sevgisinə irəli gəlir? Allahın sevgisinə irəli gəlir. Yəni, o demək deyil ki, biz Allah s.ə.v həmin o sevdiyimiz şey bərabər duruq. Xeyr, həmçində Peyğəmbər s.ə.v-də biz Peyğəmbər s.ə.v-in sevməyimiz Allaha olan sevgimizdən irəli gəlir. Yəni, Peyğəmbər s.ə.v-in sevgisi Allah s.ə.v-in sevgisinin içərisindədir, o mənada. Və həmin o hədisdə də o deyilən o Allah və Rasulü ona daha sevimli olarsa, burada ümumiyyətlə bu və başqa hədislərdə və ayələrdə deyilən bu və balsın deyilən şeylər bu anlamda başa düşülür. Yəni, müsəlmanların etiqadına görə Allah s.ə.v ilə ortaqlıqda heç bir məxluq ola bilməz. Yəni, məsələn, xristiyanlar deyilər ki, Allah, İsa, müqəddəs ruh, yəni, onlar neynirlər? Hamısını bölüşdürürlər, bərabər paya ayırırlar. Amma, təbii ki, müsəlmanların lə iləhullah kəlməsinin deyilməsi artıq nədir? Bu inancı əslində yox edir. Və bəzən deyirlər ki, necə olur? Məsələn, Allah və Rasulü sevgidə və s. necə belə gəlir? Yəni, onun mənası budur. Ki, yəni, biz Allah s.ə.v olan sevgimizin içərisində başqalarını da seviriksə, o sevgilər, onların hamısı Allahın sevginin içərisindədir. Yəni, o sevgidən şölələnən, budaqlanan sevgilərdir. Həmçinin hədisdə olan faydalardan odur ki, Allah s.ə.v möminlər Allah s.ə.v sevirlərsə, Allah s.ə.v onları sevər və bu da həmin ayədən götürür ki, yuhibbuhum və yuhibbunəhu. Onlar Allahı sevərlər, Allah da onları sevərlər. Və həmçinin müəllif Rəhmanullah buyurur ki, bu hədisdə bəzi fikirlərə, düşüncələrə yəni, inkar var. Çünki bəzilər deyirlər ki, bir insanın İslamda doğulmağı, İslamda böyüməyi daha yaxşıdır, nəinki əvvəllə küfürdə olub, sonra İslamı qəbul etməyi. Yəni, məsələn, kimlər ki, Əli radiyallahu anhunu güya iddialərlər ki, çox sevirlər. Onlar da ki, Əli heç bütləri ibadət eləməyiblər. Həmişə gözünə sandan Peyğəmbər evində olub və Peyğəmbər yanında başını eləməyə.
ibadət eləməyə, müsəlman kimi böyük və s. heç vaxt yəni şirkdə olmayıb, küfrdə olmayıb. Və bununla məsələn başqa böyük sahabelər məsələn təyin edirlər. Məsələn deyirlər ki, məsələn Ömər, Əbubəkir, Osman bunlar cahiliyyət dövründə yaşayıblar. Cahiliyyət görüblər və s. Ona görə Əli radiyallahu anh onlardan üstündür. Yəni bu belə bu kimi fərqlər edirlər və ya onlardan sonra yaşayanlar haqqında belə bir iddialar getirirlər. Lakin həmin o hədis hansı ki biz haqqında danışdıq və həmin o ayələr göstərir ki, insan üçün insanın küfrdə olmağı və ya olmamağı fərq eləmir. Əsas odur ki, insan yaşadığı həyatında iman gətirmişəm deyəndən sonra insan o imanını, o təqvasını layiqincə yaşasın. Ona Peyğəmbər s.ə.v vida həccində buyurur ki, nə ərəbin üstünlüyü var əcəmidən, nə də əcəminin ərəbidən üstünlüyü var. Yəni, insanlar eynidirlər, bərabərdirlər, ərəb olsun ya əcəmi olsun. Fərq nədədir? Fərq Allah təqvasındadır, Allah qorxusundadır. Yəni, fərq imandadır. İman fərqinə görə insanlar üstün dərəcədə və ya ondan aşağı dərəcədə olurlar. Amma qaldı ki, bir insanın, İslamın birinin tez qəbul, birinin gec qəbul eləmək, bunun yəni, Allah qatında sevgi baxımından elə bir üstünlüyü yoxdur. Təbii ki, əgər bir insan yəni İslamı qəbul edibsə və İslam üçün İslamın qurulmasında, böyüməsində, genişləməsində xidmətləri olubsa 10 il, 20 il, 30 il, təbii ki, onun böyük fəziləti var. Həm Allah Subhanahu qatında, həm də bizim insanların gözündə. Yəni, məsələn, Məkkənin fəthindən əvvəl İslamı qəbul edən müsəlmanlarla Məkkənin fəthindən sonra İslamı qəbul edən müsəlmanlar arasında fərq var. Məkkədə mühacirlər, hansı ki, hələ hicrət edilməmişdən qabaq, Məkkə əhli iman gətirənlərin arasında, ənsarlar arasında fərq var. Yəni, kim daha çox Peyğəmbər s.ə.və yaxın vaxtda iman gətirmişsə, Peyğəmbərliyə yaxın iman gətirmişsə, onlar özlərindən sonrakilərini üstün sayırdılar. Onların hörmətləri var idi. Amma bu o demək deyil ki, sonra İslamı qəbul edənlər iman baxımından üstün ola bilməzlər. Yəni, iman gec və tez qəbul olmağa, İslam'a daxil olmağa baxmır. İman Allah Subhanahu nəzdində, tərəzisində ölçülür. Yəni, əfsəliyyət var, üstünlük var. Amma iman üstünlüyü insan onu özü müstəqil şəkildə əldə edə bilər. Yəni, öz əməllərinə, itaətləri ilə. Həmçinin, bəzilər var iddia edirlər ki, bir insanın ümumiyyətlə günah eləməyi onun haqqında naqislikdir. Yəni, insanın ümumiyyətlə, bəzi, xüsusən də sufilərdə bu təfəkkür var ki, bir insanın günah eləməyi onun nöqsanlığıdır. Yəni, onun naqisliyidir. Amma əslində bu səhv fikirdir. İnsanın günah eləməyi onun nöqsanlığı deyil, yəni naqisliyindən deyil. Günah eləyib günahında qalmaq, tövbə eləməmək naqislikdəndir. Amma insan günah eləyibsə, günahından tövbə edibsə, günahına peşman olubsa, günahına qayıtmamağa niyyətlənibsə və s. və s. Yəni tövbənin şərtləri ilə xalis tövbə edibsə, artıq onun üçün naqislik yox, nöqsan yox, onun üçün kamilliyə aparan bir əməl olur. Və hətta Şeyxülislam İbn Teymiyyə Rəhməhullah buyurur ki, kim zəlalətdən nura, pis əməllərdən yaxşı əməllərə keçərsə, yəni haram işlər görürsə, haramlardan tövbə edib, savab işlərə keçirsə, iman, ixlas yolunu gedirsə, onun savabı daha çox olur. Onun savabı daha çox olur. Yəni, Allah Subhanahu daha çox savab verər ki, o cür çətində, o cür şeytanın o ləzzətlərindən imtina edir, Allah Subhanahu yoluna gəlir. Və bu məhəbbət şərti haqqında da bu qədər kifayətdir inşallah və gələn dərslərimizdə inşallah əməl etmək və qəbul etmək şərtləri haqqında inşallah danışarıq və kimin sualı varsa inşallah sual verə bilər. İxlasla.com saytı tərəfindən təqdim olundu.